Torpaq bizim üçün müqəddəsdir. Çünki o təkcə keçmişimiz deyil, bugünümüz və hətta gələcəyimizdir. Elə bir gələcək ki, bizi daim inkişafa aparır, yerdən göyə qaldırır. Hər şey buradan başlayır. Adi, diqqət çəkməyən zərrələrdən, ayağımızın altında olan, bəzən üstündən xəbərsiz keçdiyimiz qum dənələrindən. Amma zaman keçdikcə insan o zərrələrə başqa cür baxmağa başladı. Onların içində gizlənən potensialı gördü və məhz bu diqqət, bu baxış dünyanı dəyişdi. Biz torpağın bir hissəsini götürüb ona forma verdik. Qum dənəciklərini sənət əsərinə, texnologiyaya, həyatımızın ayrılmaz hissəsinə çevirdik. Bax buna torpağın işığa çevrilməsi deyirlər. Şüşənin yaranması həm təbiətin möcüzəsidir, həm də insan ağlının qalibiyyəti. Ən qədim şüşə nümunələri eramızdan əvvəl 3500-cü illərə, Mesopotamiya və Misir torpaqlarına gedib çıxır. İlk insanlar sadə qumu yandıraraq içindəki mineralları əridib, kiçik əşyalar, bəzək elementləri və qablar hazırlayırdılar. O dövrdə şüşə həm nadir, həm də qiymətli idi. Onu yalnız zümrüd, qızıl və gümüşlə bəziyirdilər. Bir şüşə əşya həm zənginlik, həm də güc göstəricisi idi. Qədim Misirdə şüşə sənəti inkişaf elədikcə insanlar rənglər, naxışların incəliyini öyrəndilər. Şüşə təkcə şəffaf material deyildi, həm də işığın və rəngin sehrini ortaya çıxaran bir vasitə idi. Daha sonra Roma imperiyasında şüşə üslubu yeni bir səviyyəyə çatdı. Şüşə balonlar, pəncərələr və dekorativ qablar gündəlik həyatın bir hissəsi oldu. Roma dövründə ilk dəfə üfürmə texnikası ortaya çıxdı. Yəni şüşəni üfürərək istədiyin formaya gətirmək mümkün oldu. Qəribədir, bilirəm, amma bu texnika şüşə istehsalını sürətləndirdi və onun daha geniş yayılmasına imkan verdi. Orta əsrlərdə isə şüşə həm sənət, həm elm sahəsində inqilab elədi. Şüşə obyektlər yalnız sarayların və kilsələrin bəzəyində deyil, həm də mikroskop və teleskop kimi elmi alətlərdə həyat tapdı və bu teleskopların əsas hissəsi şüşə idi. Beləliklə, bu sadə qum dənəsi insana kainatı anlamağa kömək elədi. Zamanla Venesiya şüşəsi məşhur oldu. Venesiya ustaları milyonlarla qum dənəsini işıq və rənglərlə birləşdirərək incəsənət əsərləri yaratdılar. Şüşə sənəti həm texnoloji bilik, həm də estetik zövq tələb eləyirdi. O dövrdə Venesiya şüşəsi bütün Avropada məşhur idi və zənginlərin evlərini bəzəyirdi. Və nəhayət 19-20-ci əsrlərdə sənaye inqilabı şüşənin kütləvi istehsalına yol açdı. Şüşə artıq yalnız nadir bir material deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrildi. Pəncərələr, binalar, laboratoriyalar, elektron cihazlar. Bugün şüşə həyatımızın hər yerindədir. Göydələnlərin parlaq fasadlarında, evlərimizin pəncərələrində, əlimizdən düşməyən telefonların ekranında. O həm bizi qoruyur, həm də dünyanı görməyimizə imkan yaradır.
şüşə istehsalı sadəcə texniki mərhələlərdən ibarət proses deyil. Bu, odla qumun vəhdətidir, təbiətlə insanın əməkdaşlığıdır, sərtliyin şəffaflığa, sadəliyin mükəmməlliyə çevrilməsidir. Bugün siz bu möcüzənin yaranışına şahid olacaqsınız. Qumun necə işığa çevrildiyini biz Azərbaycanın şüşə sənayesində ixtisaslaşmış əsas və yeganə vərəqə şüşə zavodunda izləyəcəyik. Əvvəla ondan başlayaq ki, 2021-ci ilə kimi Azərbaycanda vərəqə şüşəyə olan tələbat tamamilə idxal hesabına ödənilirdi. Lakin son 5 ildə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində Azərbaycan artıq bu sahədə daxili tələbatını yerli istehsal hesabına qarşılayır və vərəqə şüşə baxımından korluq çəkmir. Bu nailiyyət dövlət dəstəyi və sənaye zonalarının inkişafı ilə birbaşa bağlıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının və məhəllələrinin idarə olunmasını həyata keçirir. İnvestorlar üçün əlverişli şərait yaradır və sənaye istehsalını təşviq edir. Vərəqə şüşə istehsal edən zavod da agentliyin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti kimi fəaliyyət göstərir və dövlətin vergi, gömrük güzəştlərindən yararlanır. Bu isə müəssisənin dayanıqlı və rəqabət qabiliyyətli fəaliyyətini təmin edir. Şüşənin yaranmasının arxasında çox güclü fizika və kimya dayanır. O, 6 maddənin qarışığından əmələ gəlir. Söhbət kvars qumu, soda, əhəng daşı, dalamit natrium sulfat, şpat maddəsindən gedir. Bunların hər birinin şüşə istehsalında öz vəzifəsi var. Kvars qumu şüşənin əsasını təşkil edir. Yəni şüşənin özüdür, onun bünövrəsidir. Soda qumun daha tez və daha aşağı temperaturda əriməsinə kömək edir. Əhəng daşı şüşəni möhkəmləndirir və onun suda dağılmasının qarşısını alır. Dalamit şüşəni daha davamlı eləyir, xüsusilə istiliyə və zərbəyə qarşı gücləndirir. Natrium sulfat ərimə zamanı yaranan hava qabarcıqlarını azaldır ki, şüşə daha şəffaf alınsın. Şpat qarışığın daha yaxşı əriməsinə kömək eləyir və şüşənin keyfiyyətini artırır. Həmin qum, baxın budur. Tərkibi silisyum dioksidlə zəngin olduğuna görə istehsal vaxtı keyfiyyətli şüşə almaq olur. Keyfiyyətdən söz düşmüşkən, hər maddənin keyfiyyəti xüsusilə önəmlidir və mütləq yoxlanılmalıdır. Bu missiyanı isə zavodun tabeliyində fəaliyyət göstərən laboratoriya yerinə yetirir. Burada biz xammallar qəbul eləyirik, yəni giriş kontroludur. Ümumiyyətlə bizə xammallar laboratoriyamıza daxil olduqdan sonra hər gün biz daxil olan həm xammalları analiz edirik, həm də ki bizim siluslarda olan xammalları analiz eləyirik. Bu xammalları müxtəlif cihazlarda analiz edirik, əvvəl üyüdərək, sonra tablet formasına gətirərək. Sonra biz XRF cihazına daxil edərək xammalların oksid tərkibini, yəni ki, kimyəvi tərkibini analiz edərək nəticələrimizi göndəririk. Bununla belə hazır şüşə analizini edirik. Şüşənin də oksid tərkibini müəyyən edərək oksidlərin miqdarına baxa bilirik. Onu da XRF cihazı sayəsində eləyirik. Beləcə də bizdə şüşənin işıq keçiriciliyi analizləri mövcuddur. Bunu da biz spektrofotometr analizi əsasında edirik. Şüşənin həm öz işıq keçiriciliyi, həm günəş işıq keçiriciliyini, qatılan rəng hamısı bizim spektrofotometr cihazı sayəsində analiz olunur. Laboratoriyada maddələrin keyfiyyəti yoxlanıldıqdan sonra artıq qumun hara ötürüldüyünə baxaq.
Bu isə istehsalatın başlandığı nöqtədir. Biz burada qəbul edilən xam malların bunkerlərə yükləndiyi hissədəyik hal-hazırda. Burada bizim istehsalat üçün vacib olan 6 əsas xam malın yerləşdiyi bunkerləri görə bilərsiniz. Hər biri ayrı-ayrı seçilmiş bunkerlərdə yerləşdirilmişdir. Bundan sonra isə artıq hər biri uyğun tərəzilərə yönləndirilir və avtomatik dozajlama sistemindən keçdikdən sonra qarışım üçün mikserə yönləndirilir. Prosesin davamı olaraq tərəzilərdə verilmiş reseptə uyğun olaraq avtomatik çəkilən xam mallar yekun qarışım üçün mikserlərə yönləndirilir. Bizim burada 2 ədəd mikserimiz vardır. Mikserlərdə nəm və quru olmaqla 2 mərhələli qarışım həyata keçirilir. Qarışım bitdikdən sonra əldə edilən tam homogen halda olan xam mal qarışığı konveyer lentinə yönləndirilir. Konveyer lentindən sonra isə seçilmiş nisbətdə şüşə qırıntısı xam mal qarışığına əlavə edilərək əritmə sobasına yönləndirilir. Zavoda daxil olan kimi ilk diqqət çəkən nəhəng konstruksiyalar və fasiləsiz işləyən mexanizmlərdir. Burada hər şey saniyələrlə ölçülür. Konveyerlər dayanmaq bilmir. Çünki şüşə istehsalı fasilə qəbul eləmir. Əritmə sobası bir dəfə işə düşdüsə, onu dayandırmaq həm texniki, həm də iqtisadi baxımdan çox çətindir. Xam mal və şüşə qarışığının hazırlanma prosesi belə gedir. Bütün komponentlər xüsusi sobaya tökülür və burada təbii qaz vasitəsilə təxminən 1600 dərəcəyə qədər qızdırılır. Bəli, bu kifayət qədər yüksək temperaturdur və qarışığın tam şəkildə əriməsi üçün gərəklidir. Qarışıq əritmə sobasında yüksək temperaturda bişərək şəffaf şüşə məhluluna çevrilir. Onu da deyim ki, əritmə sobasının yerləşdiyi, yəni bizim hazırda olduğumuz yerdə də temperatur kifayət qədər yüksəkdir. Söhbət 45 dərəcədən gedir. Bu əritmə sobasıdır. Şüşə qırıntısı ilə qarışmış şəkildə olan xam mal qarışığı yükləyicilərin üzərində yerləşən bunkerlərə tökülür. Daha sonra isə yükləyicilər vasitəsilə sobaya daxil edilir. Burada əvvəlcədən təyin edilmiş temperatur intervalında şüşə qırıntısı ilə qarışmış şəkildə olan xam mal qarışığı mərhələli şəkildə əridilərək şüşə ərintisi əldə olunur. Bu mərhələdə əsas məqsəd kimyəvi cəhətdən stabil olan, yüksək optiki xassələrə malik olan şüşə ərintisi əldə etməkdir. Şüşə ərintisi əldə edildikdən sonra növbəti mərhələdə artıq fluat vannasına daxil olur. Fluat vannasında şüşə ərintisi ərinti halında olan qalayın üzərində yayılaraq formalaşma mərhələsinə başlanılır. Formalaşma mərhələsində stabil ölçülərdə olan şüşə lenti əldə olunur. Bunun üçün bizim avadanlıqlarımızdan, top rollerlərdən istifadə olunur. Formalaşmış şüşə lenti növbəti mərhələdə layer sahəsinə, yəni soyutma xəttinə daxil olur. Burada şüşə lenti mərhələli şəkildə bütün istiqamətlərdə bərabər olmaqla soyutmaya məruz qalır. Məqsəd burada şüşə lentinin daxilində olan gərginliklərin tamamilə aradan qaldırılmasıdır. Nəhayət sərin əraziyə keçdik. İstiliklə iş prosesi artıq burada yekunlaşdı. Görək növbəti mərhələlərdə nələr var. Soyutma mərhələsindən sonra şüşə artıq bərk formaya düşür və avtomatik kəsim xəttinə ötürülür. Burada xüsusi sensorlar vasitəsilə ölçülər yoxlanılır. Lazerlə dəqiq kəsim aparılır. Millimetr səviyyəsində dəqiqlik burada əsas şərtdir. Əks təqdirdə şüşə yenidən emala göndəriləcək. Şüşə lenti kəsim xəttinə daxil olduqdan sonra ilk öncə keyfiyyət yoxlamasından keçir. Bu prosesi ISRAVision cihazı yerinə yetirir. Şüşənin daxilində olan bütün növ qüsurlar bu hissədə müəyyənləşdirilir. Şüşə
şüşə daxilində müəyyənləşdirilən qüsurlar varsa, bu hissələr artıq növbəti mərhələdə qırıcılara yönləndirilir. Qüsurlu şüşələr qırıldıqdan sonra yenidən istehsalat xəttinə qaytarılması üçün geri dönüşüm xəttinə ötürülür. Təkrar istehsaldan söz düşmüşkən, şüşənin 100% təkrar emal oluna bilməsi əslində çox böyük üstünlükdür. Yəni şüşəni nə qədər əridib yenidən formaya salsan da onun keyfiyyəti demək olar ki, dəyişmir. Plastik material kimi deyil, hər təkrar emaldan sonra keyfiyyəti düşmür. Şüşə eyni tərkibdə qalır və hətta yenidən butulka, banka, pəncərə şüşəsi ya da başqa məhsul kimi istifadə oluna bilir. Proses olaraq da bu çox maraqlıdır. Yəni burada təkcə vərəqə şüşədən söhbət getmir. İstifadə olunmuş bütün şüşələr toplanır, rənginə görə ayrılır, sonra xırdalanır. O yenidən sobada əridilir və təzə məhsul hazırlanır. Hətta təkrar şüşə istifadə etmək istehsalı daha da asanlaşdırır. Çünki xırdalanmış şüşə qumdan daha tez əriyir. Bu da enerji sərfiyyatını azaldır. Həm az enerji sərf olunur, həm də daha az karbon qazı atmosferə buraxılır. Yəni həm fabrik üçün sərfəlidir, həm də təbiət üçün daha xeyirlidir. Üstəlik hər təkrar emal olunan şüşə o deməkdir ki, daha az xammal istifadə olunacaq. Bir maraqlı tərəfi də budur ki, şüşə sonsuz dəfə təkrar emal oluna bilər. Yəni bu gün istifadə etdiyin bir şüşə butulka bir neçə ildən sonra başqa bir məhsul kimi yenidən həyatına davam edir. Qısası, şüşə həm ekoloji, həm də iqtisadi baxımdan çox ağıllı materialdır. Əsas məsələ onun düzgün şəkildə toplanması və çeşidlənməsidir. Bəs zibil qablarının çeşidlənməsi də təsadüfi deyil ki. Biz də şüşəni zibilə qarışdırmaq əvəzinə ayrı toplasaq, həm təbiətə kömək etmiş olarıq, həm də resurslara qənaət eləyərik. Verilmiş ölçülərdə kəsilən listlər bu formada qarşı tərəfdə artıq robotlar tərəfindən tutularaq paçkalar şəklində yığılır. Əgər şüşədə heç bir qüsur yoxdursa və bunlar verilmiş ölçüdə kəsilmişdirsə, robotlar tərəfindən həmin listlər satışa yararlı məhsul olaraq paçkalar şəklində bu formada yığılır. Zavodun ən sakit, amma ən məsuliyyətli nöqtələrindən biri də məhz bu otaqdır. İlk baxışda adi görünə bilər, amma əslində burada bütün istehsalın ürək döyüntüsü izlənilir. Divar boyu düzülmüş monitorlar, rəqəmlər, qrafiklər, temperatur göstəriciləri, təzyiq səviyyələri. Zavodun müxtəlif hissələrində baş verən hər bir proses saniyə-saniyə burada əks olunur. Əritmə sobasında temperatur neçə dərəcədir, şüşə lentinin qalınlığı neçə millimetrdir, soyutma mərhələsi necə gedir. Bütün bu məlumatlar real vaxt rejimində məhz bu otaqda toplanır. Bura sadəcə nəzarət otağı deyil, bu zavodun beyin mərkəzidir. Çünki şüşə istehsalı fasilə qəbul eləmir. Temperaturda kiçik bir dəyişiklik, qalınlıqda millimetr səviyyəsində fərq belə son məhsulun keyfiyyətinə təsir eləyə bilər. Ona görə də burada çalışan mütəxəssislər təkcə monitorlara baxmır, onlar prosesi oxuyurlar, rəqəmlərin dilini anlayırlar, ən xırda dəyişimi belə vaxtında görüb müdaxilə eləyirlər. Əslində zavodun nəhəng mexanizmləri, alovlanan sobası, hərəkətdə olan konveyerlərin nə qədər təsirli görünsə də, bütün bu sistemin sabit və dəqiq işləməsini təmin edən məhz bu sakit otaqdır. Burada qərarlar saniyələr içində verilir, çünki istehsalda zaman ən böyük faktordur. Bir gecikmə yüzlərlə metr şüşənin keyfiyyətinə təsir eləyə bilər. Əgər istehsal sahəsi zavodun ürəyidirsə, bu otaq onun beynidir. Ürək qanı dövr etdirir, amma beyin ritmi tənzimləyir və məhz bu koordinasiya nəticəsində qum fasiləsiz şəkildə şəffaf, hamar və qüsursuz şüşəyə çevrilir.
Zavodun illik istehsal gücü 8 milyon kvadrat metr təşkil eləyir. Müəssisə daxili bazarla yanaşı xarici ölkələrə də vərəqə şüşə ixrac eləyərək geniş coğrafiyanı əhatə eləyir. Məhsullar İrlandiya, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İspaniya, Gürcüstan, Estoniya, Rumıniya, İsrail, Moldova, Mərakeş və Amerika Birləşmiş Ştatlarına ixrac olunur. Satış göstəricilərinə gəldikdə isə, məsələn, 2025-ci ildə zavodun illik dövriyyəsi 43,49 milyon manat təşkil eləyib ki, bu da müəssisənin həm yerli, həm də beynəlxalq bazarda möhkəm mövqeyə malik olduğunu göstərir. Qum dənələri tək-tək baxanda heç nə ifadə eləmir. Ovcuna götürəndən barmaqlarının arasından səssizcə tökülür, süzülür. Sanki heç mövcud olmamış kimi. Onun nə rəngi diqqət çəkir, nə də forması. Adi, sadə, gündəlik bir zərrədir. Amma milyonlarla belə zərrə bir araya gələndə artıq tam başqa məna qazanır. Səthə çevrilir, gücə çevrilir, dayanıqlılığa çevrilir. Elə həyatın özü də belə qurulub. Tək bir zəhmət bəlkə də görünməzdi. Bir insanın əməyi bəzən statistik rəqəmlərdə itib gedir. Amma o əməyə başqa əməklər qoşulanda, bacarıq təcrübə ilə birləşəndə, bilik texnologiya ilə vəhdət təşkil eləyəndə sənaye yaranır. İstehsal xəttləri işə düşür, mexanizmlər hərəkətə gəlir. Ölkənin iqtisadi ritmi formalaşır. Şüşədə məhz bu birliyin nəticəsidir. O, sadəcə qumun əridilmiş forması deyil. O, torpağın elm vasitəsilə yenidən doğulmasıdır. O, enerjinin, zəhmətin və düşüncənin məhsuludur. Qum tək başına heç nə deməyə bilər, amma düzgün texnologiya, düzgün yanaşma və peşəkar komanda ilə o, göydələnlərin fəsadına, evlərin pəncərəsinə, telefon ekranına, hətta gələcəyin enerji sistemlərinə çevrilir. Bir tərəfdə yerin altında sakitcə yatan xam mal var, digər tərəfdə isə onu dəyərə çevirən insan ağlı. Bu proses sadəcə fiziki dəyişmə deyil, bu transformasiyadır. Torpaqdan sənayeyə, xam maldan məhsula, zərrədən strateji resursa keçid. Şüşə burada simvola çevrilir. O, şəffafdır, amma arxasında böyük bir mexanizm dayanır. O, sakit görünür, amma yaranması üçün 1600 dərəcə istilik, dəqiq hesablamalar və fasiləsiz istehsal lazımdır. O, kövrək görünə bilər, amma əslində güclü sənaye iradəsinin nəticəsidir. Bir ölkənin sənaye gücü məhz belə formalaşır. Kiçik görünən resursların böyük dəyərə çevrilməsi ilə. İdxaldan asılılıqdan istehsal müstəqilliyinə keçidlə, xam malın hazır məhsula çevrilməsi ilə, qumun işığa dönməsi ilə. Və bütün bunların başlanğıcında yenə də o sadə zərrələr dayanır. Ayağımızın altında, bəzən fərqinə varmadan üstündən keçdiyimiz qum dənələri. Onlar bizə xatırladır ki, böyük dəyişikliklər həmişə kiçik başlanğıclardan doğur.